Tbilisidə Sameba katedralında müxtəlif bölgələrdən gələn vətəndaşlar və ruhanilər patriarxla vidalaşmaq üçün toplaşıblar. Poti eparxiyası bugün paytaxta gələcək, həmçinin bələdiyyənin pulsuz nəqliyyatı yerli sakinlərə sabah və sabahdan sonra xidmət göstərəcək. Katolikos Patriarx 2. İlyanın dəfn mərasimində iştirak etmək istəyənlər üçün 21-22 mart tarixlərində Acaradan pulsuz nəqliyyat da təmin ediləcək. Vətəndaşlardan bələdiyyələrdə əvvəlcədən qeydiyyatdan keçmələri xahiş olunur. Yaz günləri həftə ərzində davam edəcək. Bütün Gürcüstanın Katolikos Patriarxının xatirəsinə ehtiram əlaməti olaraq Tbilisidə müxtəlif dövlət qurumlarının binalarına 2. İlyanın şəkilləri asılıb. Ölkə üzrə inzibati binalarda dövlət bayraqları endirilib. Dəfn mərasimi 22 mart tarixində Sion katedralında keçiriləcək. 2. İlya Sameba katedralından oraya aparılacaq. 2. İlyanın vəfatı ilə bağlı ABŞ dövlət katibi Marco Rubio başsağlığı mesajı yazıb. Biz bütün Gürcüstanın Katolikos Patriarxı 2. İlyanın vəfatına görə dərin hüzün keçirir və Gürcü xalqına, eləcə də Gürcü Pravoslav kilsəsinin inanclılarına səmimi başsağlığı veririk. Onun mənəvi rəhbərliyi və silinməz irsi gələcək nəsillər tərəfindən yadda saxlanılacaq. Ruhu şad olsun. Katolikos Patriarxın vəfatı ilə bağlı ABŞ-ın Qlobal Dini Azadlıqlar üzrə baş məsləhətçisi Mark Walker də kədərini bildirib. Biz dərin hüzünlə başsağlığı veririk bütün insanlara, kimlər 2. İlyanın vəfatının yasını tutur. Patriarxın hansı ki Sovet İttifaqının dini azadlıqları məhdudlaşdırmaq və inancı yox etmək cəhdlərinə baxmayaraq, Gürcüstan Pravoslav kilsəsinin müstəqil fəaliyyətini qoruyub saxlayıb. Katolikos Patriarxla vidalaşmaq üçün onun vəftiz etdiyi uşaqlar da toplaşıb. Onlar Avlabari metrosu yaxınlığında yığışaraq ağ gül tutaraq Sameba katedralına yürüyüş ediblər. Beləcə Patriarxın xatirəsinə son ehtiram göstəriblər. 2. İlya təxminən 50 min uşağın vəftizini həyata keçirib. 2008-ci ildə o, ümumxalq vəftiz ənənəsini başlatmışdı. Bu demoqrafik vəziyyəti yaxşılaşdırmaq və doğum göstəricilərini artırmaq məqsədi ilə həyata keçirilmişdi. Patriarxın vəftiz etdiyi uşaqlar əsasən 3-cü və daha sonraki uşaqlar olan ailələrdən seçilirdi. Gürcüstandakı İspaniya səfirliyi səmimi başsağlığı verir. Gürcüstan Pravoslav kilsəsinə və Gürcüstan xalqına Katolikos Patriarx 2. İlyanın vəfatı ilə əlaqədar. O, Gürcüstanın mənəvi kimliyinin əsasını təşkil edirdi. Ruhu şad olsun. Gürcüstanın müsəlman icması və insanları adından müfti Adam Şantacı başsağlığı verib. O bayram namazından sonra Batuminin mərkəzi məscidində toplaşanlara müraciət edərək Patriarxın uzun illər ərzindəki fəaliyyətindən danışıb. Onun sözlərinə görə 2. İlyanın fəaliyyəti dinlər arası münasibətlərin möhkəmləndirilməsi, hörmət, sülh və cəmiyyətin birliyi baxımından böyük əhəmiyyət daşıyır. Bugün isə müsəlman dünyası Ramazan bayramını qeyd edir.